Mizraq lövhəsi mərkəzi C nöqtəsi olan iki konsentrik dairədən ibarətdir. Konsentrik dairələr mərkəzləri eyni olan dairələrdir. Dairənin radiuslarından kiçiyi 15-dir, böyüyündə isə radiusu 30 verib. Buraya yazırıq 15, böyük olan da budur. Bu da 30'dur. Təsadüfən atılaraq lövhəyə sancılmış mizraqın rənglənmiş sahədə olma ehtimalını tapanda, biz rənglənmiş hissənin sahəsini tapıb ümumi sahəyə bölməliyik. Birinci ümumi sahəni tapsaq, əgər bunun radiusu 30-dursa, dairənin sahə düsturu pi r kvadratından hesablanır. R-in yerinə 30 yazsaq, 30-un kvadratı 900, əvvəlində də pi var. 900 pi olacaq. Bu ümumi sahədir. Onda gətirib məxrəcə yazırıq 900 pi. Bir də rənglənmiş hissənin sahəsini tapmaq üçün ümumi sahədən içəridəki ağ dairənin sahəsini çıxmaq lazımdır. Radiusu 15-dirsə, 15-in kvadratı 225 pi. Bu ağ dairənin sahəsidir. Ümumidən 900 pi-dən 225 pi-sini çıxsaq 675 pi qalacaq ki, bu da kənarda olan rənglənmiş hissənin sahəsidir. Yəni 675 pi-nin 900 pi-yə nisbəti. Bu da 225-ə ixtisar gedir, 4-də 3 qalır. Yəni 0,75.